İnşallah ki, bugünkü söhbətimizdə Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmin əxlaqi keyfiyyətlərindən, onun Peyğəmbərliyinin dəlillərindən danışacağıq. Allah Teala bu mövzunu gözəl bir şəkildə anlatmağı, gözəl bir şəkildə dinləməyi cümləmizə nəsib eləsin. Baxdığımız zaman Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatına göz gəzdirdiyimizdə, Allah Teala əgər bir Peyğəmbər göndərsəydi, onun Həzrət Muhammed kimi yaşaması gərəkərdi, düşünürük. Çünki Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm ən üstün əxlaqi keyfiyyətlərə sahib birisi idi. Deməli, Allah Rəsulunun həyatından danışarkən Quran-ı Kərim ayəsinə göz gəzdirməyimiz lazımdır. Allah Teala onun Peyğəmbərliyinin ilk illərində Maidə surəsi 67-ci ayəsini nazil edir. Ya eyyuhən-nəs, ya eyyuhər-rəsul, bəlliğ mə unzilə ileykə min rabbik, vallahu ya'simuka minən-nəs. Yəni, ey Peyğəmbər, Allahdan sənə nazil ediləni insanlara təbliğ et, Allah səni insanların şərrindən qoruyacaqdır, deyir Uca Rəbbimiz mübarək Peyğəmbərinə. Yəni, o dövrdə cəmiyyət içərisində çox ziddiyyətli fikirlərə sahib insanlar var idi. Onlar özlərinə əks fikir gətirənlərin heç də xoş qarşılamırdılar. Hətta öz uşaqlarını belə diri-diri öldürən insanlardan da qorxulması gərəkərdi həqiqətən də. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm Allah Taalanın onu qoruyacağına dair verdiyi sözə bütün səmimiyyəti ilə inanır, güvənir və beləcə onlara başlayır ki, siz səhv yoldasınız, siz doğru yola gəlməlisiniz, əks təqdirdə aqibətiniz cəhənnəm ateşi olacaqdır. Yəni, təsəvvür edin ki, cəmiyyətin insanlarının fikri tamam başqa istiqamətdədir. Bir nəfər çıxaraq onları tamam başqa bir istiqamətə doğru dəvət edir. Normalda insanların onu xain adlandıraraq öldürmələri lazım idi. Amma baxdığımız zaman görürük ki, Həzrət Peyğəmbər sallallahu aleyhi ve selləm möcüzəvi bir şəkildə o toplum içərisində sağ qalmağı bacarır. Ona neçə dəfə sui-qəsdlər təşkil ediblər. Bir dəfəsində 200 nəfər adam evini əhatə edir ki, biz Peyğəmbəri öldürməyə gəlmişik. Allah Teala onu oradan qoruyur. Sonrasında onun başına 100 dəvə mükafat qoyurlar. Orada da onu öldürməyə bacarmırlar. Hətta bir dəfəsində Peyğəmbər Əfəndimiz silahsız olduğu vaxtda bir nəfər qılıncını əlinə alaraq Peyğəmbərimizin üzərinə gəlir ki, ey Peyğəmbər, səni mənim əlimdən kim qurtara bilər axı? Oradan belə Allah Teala Peyğəmbərini qurtarır. Və Peyğəmbər sallallahu aleyhi ve səlləm 63 yaşında öz əcəli ilə dünyasını dəyişir. Yəni, bu qədər sui-qəsdlərdən sağ çıxmaq, yəni, bu sadəcə Allahın Peyğəmbərinin, Uca Rəbbimizin güvəncəsində olduğunun bir göstəricisidir. Yəni, onun Peyğəmbərliyinin dəlillərindən bir dəlil idi bizim üçün. Və əziz qardaşlar, baxdığımız zaman görürük ki, Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm çox böyük təhdidlərə məruz qalması və bu təhdidlərin qarşısında öz yolundan, dinindən dönməməsi əslində onun haqq yolunda olduğunun da bir göstəricisidir. Yəni, bir adam yalandan bir şeylər özündən çıxartsaydı, insanlara öz nəfsinə uyğun bir şeyləri desəydi, o zaman biraz sıxışdırdığın zaman adam öz yolundan dönərdi. Amma Peyğəmbər sallallahu aleyhi və səlləmi nə qədər çox sıxışdırsalar da, o heç vaxtı öz yolundan dönmədi və bu şəkildə əzmlə mübarizə aparması onun Allahın Peyğəmbəri olduğunu bir daha bizlərə isbat elədi. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatına baxdığımız zaman o insanlara heç də asan olmayan işləri təbliğ eləyirdi. Məsələn, namaz qılmaqdır, oruç tutmaqdır, sədəqə verməkdir. Bu, insanın nəfsinə nisbətən zidd olan əməllərdir. Yəni, heç bir insan boşlu yerə səhərdən axşama kimi 5 dəfə gelib dəstəmaz namaz qılmaq istəməz. Yəni, heç bir insan normalda baxdığımız zaman nəfsi əgər güclüdürsə, oruç tutmağı qəbul etməz. Yəni, Peyğəmbər s.ə.v bu şəkildə təbliğat apararkən əslində insanların ona qarşı gəlməyi lazım idi. Amma baxırıq ki, möcüzəvi bir şəkildə insanlar da, aleykümselam, insanlar da onun buyruqlarını yerinə gətirməyə başladılar. Və bir baxıma Peyğəmbər s.ə.v nə edədilər? Tabiçilik göstərdilər burada. Və Allah Rəsulü sallallahu aleyhi və səlləm çox böyük riskləri gözə almış oldu. Bu riskləri hər adam orada gözə ala bilməzdi həqiqətən də. Onun həyatına baxdığımız zaman səhabələr
Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatının hər anını izləyirdilər. Yəni çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bir nümunə idi. İnsanlar ona baxıb örnək götürməli idilər. Buna görə də Peyğəmbərimizin həyatının hər anını saniyə-saniyə, milli-milli təqib eləməyə çalışırdılar. Bunu hardan biz bilirik? Bunu Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatının demək olar ki, tamamına yaxınının hədislərlə günümüzə gəlib çıxmasından biz bunu burada başa düşürük. Yəni, burada demək istədiyimiz odur ki, əgər Peyğəmbər s.ə.v yalan bir şeylər söyləsəydi, yalan bir fikir səsləndirsəydi, o zaman onun bu söylədiklərini sahabələr anlaya bilərdilər və onu yalancı adlandırardılar. Amma Peyğəmbər s.ə.v-i yalancı adlandırmaq bir qırağa qalsın, onu sevməyə başladılar. Hətta anam, atam sənə fəda olsun deyən insanlar çıxdı o cəmiyyətdən. Yəni, sahabələr bu şəkildə yetişdi. Yəni, sahabələrin bu cür üstün əxlaqi keyfiyyətlərə sahib olması onu göstərir ki, yəni Peyğəmbərimiz onlara elə bir möcüzələr göstərib ki, bu möcüzələri görən sahabələr artıq əvvəllər yanlış yolda olduqlarını başa düşüblər və artıq İslam dini ilə müşərrəf olmağa çalışıbdılardı. Yəni, Peyğəmbər s.ə.v insanlara bu şəkildə bilgiləri verərkən ilk öncə özü həyatına tətbiq etməyə çalışardı. Məsələn, namaz qıl deyərdi insanlara, özü namaz qılardı, oruç tut deyərdi, özü oruç tutardı ilk növbədə, sədəqə ver deyərdi, ən çox sədəqəni özü verməyə çalışardı. Məsələn, əgər yalancı bir insan olsaydı, deyərdi ki, mən Allahın Peyğəmbəriyəm, bunlar mənə aid deyil, siz bunları yerinə yetirməlisiniz deyərək rahatlıqla özünü ortadan çıxarda bilərdi. Amma Peyğəmbər sallallahu əleyhi və səlləmin ən böyük əməlləri özünün etməyi, özünün nə qədər böyük əxlaqi keyfiyyətlərə sahib olduğunu bizlərə göstərməkdədir. Və Peyğəmbər sallallahu əleyhi və səlləmin insanlardan bir istəyi yox idi, bir qarşılıq istəmirdi. Yəni bir insan özünə sərf eləməyən bir şeyi niyə təbliğ eləsin ki? Məsələn, Quran-ı Kərimdə ayət kərimə keçir ki, Səbə surəsində Bismillahirrahmanirrahim Qul mə səəltukum min əcrin fəhuvə ləkum İn əcriyə illə alallah və huvə alə kulli şeyin qadir. Peyğəmbər s.ə.v müsəlmanlara deyir ki, mən deyir, bu təbliğimə müqabil sizlərdən heç bir muzd, heç bir qarşılıq istəmirəm. Siz mənə bir qarşılıq vermək istəyirsə, qoy o qarşılıq sizin özünüzün olsun. Mənim qarşılığım, mənim mükafatım ancaq Allaha aiddir deyir. Çünki Allah hər şeyə şahiddir deyir Quran-ı Kərim ayəsində. Yəni, bu ayət-i kərimələr nəyə göstərir? Həzrət Peyğəmbərin insanlardan bir qarşılıq istəmədiyini, sırf Allah rızası üçün İslamı təbliğ etdiyinin bir göstəricisi kimi qarşımıza çıxmaqdadır. Və Allah Rəsulu daha sonra Məkkə dönəmində baxdığımız zaman aclıqla imtihan olunur, Mədinə dönəmində isə bolluqla imtihan olunur. Həm aclıqda, həm bolluqda ən böyük əxlaqi keyfiyyətləri göstərmək də hər adama nəsib olmur. Məsələn, elə adam var ki, baxırsan, kasıb vaxtında nə qədər fağır görsənsə də, əlinə biraz var-dövlət keçən ki, baxışına tamam başqa bir insana çevrilir. Amma Allah Rəsulü sallallahu əleyhi və səlləm istəyir dövlət başçısı olduğu dönəmlərdə, istəyir kasıb olduğu dönəmlərdə həmişə sadə həyat yaşamağa çalışıbmış. Onun bu cür sadə həyat yaşaması onun özündə xüsusi bir ilahi qüvvənin arxasına dayanmasından bəlkə də qaynaqlanmaqdadır. Və məsələn, baxırıq ki, bir dəfəsində deyir müsəlmanlar, Xəndək döyüşü zamanı sərhəd qazırdılar. Səngərlər qazarkən Həzrət Peyğəmbər də sallallahu əleyhi və səlləm onlara qoşulur, onlarla bərabər səngər qazmağa başlayır. Müsəlmanlar deyir, o qədər ac idilər ki, qarınlarına daş bağlayıb bu şəkildə düşməndən qorunmağa çalışırdılar. Və Həzrət Peyğəmbər də normal bir müsəlman kimi o da qarnına daş bağlayır, o da başlayır səngər qazmağa. Qayıdıb deyirlər ki, ya Rasulullah, sən əziyyət çəkmə, biz sənin yerinə də qazarıq. Amma Həzrət Peyğəmbər qayıdır ki, mən də deyir sizin kimi bir insanam və mənim də sizin kimi Allahın rəhmətinə ehtiyacım vardır. Və Allahın rəhmətini qazanmaq üçün də bu cür işlər mənim də görməyim lazımdır. Yəni, dolayısıyla hamı kimi deyir, mən də bu cür işlərlə mükəlləfəm, onlarla bərabər bu işləri görərmiş. Və cömertlikdə isə təbii ki, sərhəd tanımayan bir insan olmuşdu. Bir dəfəsində deyir, insanlara sədəqə verməyə təşviq edir və bir nəfər də onu sınamaq üçün gəlir ki, qoy mən Peyğəmbəri sınayım görüm, bu bizə sədəqə verin deyir, görək bunun özü də sədəqə verirmi? Kasıb bir insan qiyafəsində gəlir Peyğəmbər s.ə.v yanına, deyir, ya Rasulallah, mənim çox imkanım yoxdur, çox kasıbçılıq çəkirəm, mənə biraz yardım göstər deyir. Bu zaman Həzrət Peyğəmbər deyir, 2 dənə dağın arasında mənim qoyun sürüm var, o sürünü sənə verdim deyir, ged o sürü ilə necə istəyirsən dolan deyir.
Yəni təbii ki, adamın bu şəkildə cömertliklə qarşılaşması fikirləşir ki, yəni bu cür cömert adam yalnız Allahın peyğəmbəri yəni bu qədər böyük yaxşılıq eləyə bilərdi. Yəni bu orada həmin adam da bu vəsilə ilə iman gətirmiş olur əziz qardaşlar. Yəni Peyğəmbər s.ə.v-in gələcək haqqında verdikləri proqnozların hamısının düz çıxması da çox böyük möcüzələrdəndir. Məsələn, o bir hədisində deyir, qiyamət qabağı müsəlmanlar, bütün insanlar deyir, müsəlmanlara əziyyət etməyə çalışacaqlar. Qaidət deyirlər ki, ya Rasulallah, bəs o zaman deyir, müsəlmanlar zəif olacaqlarmı ki, insanlar onlara bu şəkildə əziyyət verəcəklər? Qayıdır ki, yox, müsəlmanlar zəif olmayacaq. Müsəlmanların hətta sayı da çox olacaq, amma onlar suyun üstündəki çörçöv kimi imanları yəni zəif olmuş olacaqdır. Ona görə yəni müsəlmanlara hamı bu şəkildə əziyyət etməyə başlayacaqdır. Yəni bugünkü günümüzdə hər yerdə müsəlmanlara bu cür işgəncələrə məruz qalması nəyə göstərir? Bu hədis şərifin sanki bir verilmiş proqnozun həyata keçirilməsini göstərir. Bu kimi neçə Peyğəmbərimizin gələcəklə bağlı verdiyi xəbərlər hamısının gerçək olması da bizə onun Allahın Rəsulu olduğunu bir baxıma izah etmiş olur əslində. Və Peyğəmbər sallallahu əleyhi və səlləm fədakar bir həyat yaşaması, yəni özündən çox müsəlmanları düşünməsi, özündən çox müsəlmanlara can yandırması da bir başqa əxlaqi keyfiyyətidir onun. Və Allah Rəsulunun həyatına baxdığımız zaman o bir çoban olmuşdu ilk öncələri. Çobandan sonra bir tacir vəzifəsini yerinə yetirməyə başlamışdı. Və bu şəkildə bir ali təhsil almamış bir insanın Qurani-Kərim kimi bir kitabı ortaya qoyması da həqiqətən də çox böyük bir möcüzədir. Yəni Allah Teala sanki oxumamış, bu şəkildə xitabəti ilə məşhur olmamış bir insanın əli ilə Qurani-Kərimi verərək sanki bunun öz kitabı olduğunu, yəni insan əməyinin, insan zehninin məhsulu olmadığını bir daha bizlərə göstərmiş oldu orada əslində. Və baxdığımız zaman Peyğəmbər sallallahu aleyhi ve səlləmin məsələn bir dəfəsində deyir, övladı İbrahim rəhmətə gedir və İbrahim rəhmətə getdiyi vaxtı onu dəfn etməyə gedəndə günəş tutulması baş verir orada. Günəş tutulması zamanı müsəlmanlar fikirləşirlər ki, ayda gör bu Peyğəmbər nə qədər böyük bir adamdır ki, onun övladı öləndə Allah Teala günəş tutulmasını əmrini verdi. Bu şəkildə belə bir təbiət hadisəsi yaşandı. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem qayıdır ki, günəş və ay Allahın ayətlərindən bir ayətdir. Onlar heç kimsənin ölümü və ya dünyaya gəlməsi üzrə tutulmaz. Yəni burada əslində bir fürsət idi ki, insanları öz ətrafına toplamaq, daha çox insana özünün Peyğəmbər olduğuna inandırmaq üçün bu şəkildə yalan danışa bilərdi. Amma onun yalan danışmamağı, həqiqəti deməyi əslində bizə nə qədər böyük bir Peyğəmbər olduğunu bir daha göstərmiş oldu. Və əziz qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem, Peyğəmbər sallallahu aleyhi ve sellemin həyatına baxdığımız zaman Qurani-Kərim ayəsi qarşımıza çıxır. Fəth surəsinin bir ayəsində Allah Teala deyir ki, Peyğəmbərini digər dinlərin üzərinə çıxması üçün haqq dinlə göndərən Allaha həmd sənalar olsun deyir. Qurani-Kərim ayəsidir. Və bu ayə Peyğəmbərimizin hələ bir ovuc müsəlmanla İslamı təbliğ etdiyi vaxtda nazil olmuşdu. O zaman bu ayəni bir adam qıraqdan görsəydi, ayəyə gülərdilər ki, Peyğəmbər bir ovuc insanla mı digər dinlərin üstündən çıxacaq? Halbuki İranda Məcusilik dini var idi, çox güclü inkişaf eləmişdi. Romada xristiyanlıq var idi ki, bəlkə dünyanın ən çox yayılmış bir dini kimi qarşımıza çıxırdı. Amma həqiqətən də bu ayət-kərimə də gələcəyə dair verilən xəbər öz həqiqətini tapdı və Həzrət Peyğəmbər s.ə.v tez bir zamanda bir ovuc müsəlmanın da dəstəyi ilə İslamı təbliğ etdi, müsəlmanların sayı artdı və nəticədə bir İslam dövləti quruldu. Bu dövlətin qurulmağının ardından qısa müddət keçdikdən sonra da artıq dünyada ən qüdrətli dövlət halına gəlib çıxdı İslam dövləti. Bu da əslində nəyə göstərdi bizə? Peyğəmbər s.ə.v-in burada vermiş olduğu nəyə göstərdi? Xəbərin həqiqətini bizlərə göstərmiş oldu. Və Peyğəmbər s.ə.və bildiyimiz kimi 3 il orada ambargo qoymuşdular ki, müsəlmanlarla alış-veriş etmək olmaz. Müsəlmanların hətta hal-əhvalını soruşmaq belə qadağan idi. Deyir, o dövr o qədər azlıq yaranmışdı ki, insanlar hətta ot yeyən bir insanlar belə çıxmışdı. Amma Peyğəmbər s.ə.v əsla öz haqq davasından orada əl çəkmir və beləcə insanları haqqa dəvət edərək burada mübarizə aparmağa səsləyir. Təbii ki, səhabələr də onun möcüzələrini görmüşdülər, Peyğəmbər s.ə.v əxlaqına bələd idilər və onun Allahı Peyğəmbəri olduğuna da səmimi qəlbdən iman gətirdiklərinə görə onlar da Peyğəmbərin çizgisindən kənara çıxmadılar və beləcə Allah Rəsulunun yolunu tutaraq cənnət istiqamətində getmiş oldular.
Və Allah Rəsulü sallallahu əleyhi və səlləm həqiqətən də bu həyatı ilə hər birimizə nümunədir. Allah Teala'ya dua edək ki, Uca Rəbbimiz Peyğəmbər sallallahu əleyhi və səlləmin əxlaqı ilə əxlaqlanmağı bizə nəsib eləsin. Allah Teala axirətdə Peyğəmbərimizin şəfaətini görməyi, şəfaəti vəsiləsi ilə cənnətə daxil olmağı bizlərə ikram eləsin. Uca Rəbbimiz Peyğəmbərimizin sünnət səriyyəsi üzrə bir həyat yaşamağı da cümlə müsəlman qardaşlarımıza ikram eləsin. Və səlam.